İndi isə mətnin suallarını, düzgün cavablarını deyəcəm sizə. Complete the sentence according to the passage. Harper Lee became interested in English literature in high school. 23 olacaq Y. Sorry. Y. 24. The passage is mainly about an award-winning American writer. 24 olacaq A. 25'te. Which statement is true according to the passage? Hansı doğrudur? Olacaq Y. To Kill a Mockingbird has had a great influence on literature. Choose the correct answer to the question according to the passage. What had an effect on Neil Harper Lee's writing? Onun yazılarının, yazılığının üzərində nəyin təsirləri vardı? Unfair treatment towards other people. Biri idi. Bir dənə də difficulties she experienced. Üzləşdiyi çətinliklərdə 1-dən 3 D variantı. Okay. To see or observe something happen. Bizə birinci paragrafdan istəyir. Nə isə şahidlik etmək və yaxud da müşahidə etmək. Burada bizə witness sözü var. Birinci paragrafda şahidlik etmək. Cavabımız olacaq witness. To witness də yaza bilərsiniz, fərq yoxdur. 28-də deyir ki, write a synonym of the word passion, istək, həvəs from paragraph 2, paragraf 2-dən istəyir. Bu da olacaq enthusiasm. Enthusiasm. Okay. 29 və 30 isə açıq suallarda. Ümid edirəm ki, onlarda doğru yazmış olarsınız. Hər birinizə uğurlar.